Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Həmişə olduğu kimi yenə də möhtəşəm bir mənzillə sizin qarşınızdayıq. Mənzil yerləşir Xətai rayonu Gəncə prospektində, Panorama Park yaşayış kompleksində yerləşir. Çox gözəl də kompleksdir, hər bir şəraiti var burada. Mənzil də yeni təmirlidir, təmirdən də sonra yaşayış olmayıb. Geniş 4 otaqlı mənzildir. Nəzərdə çarpmış sənədlər də qaydasındadır. Çıxarış, yəni kupça da mövcuddur. İndi mən mənzildə olan hər bir şey, hər bir detalı həmişə olduğu kimi sizin nəzərinizə çatdıracağam. Başlayırıq vaxt itirmədən mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz, daxil olduqda sol hissədə burada şkafımız yığılıb, əyləşmək üçün, paltar asmaq üçün də yerlər nəzərə alınıb. İçərisində göstərim, yəni dərinlik də yaxşıdır. Döşəməsi qranitli, üstü döşəmə ilə təchiz olunub, işıqlandırmada spotlarından istifadə edib buralar. Yəni hər bir şey var. Otaqların yerləşməsi sizin nəzərə çatdırım. Buradan gəldikdə sağda sanitar qovşaqlar yerləşir. Bura mənzilin qonaq otağı da, yanında mətbəxi, orada isə 3 yataq otağı yerləşir. Gəlin, vaxt itirmədən başlayaq elə qonaq otağından mən bir-bir hər şeyi sizə göstərim. Geniş qonaq otağımız var, onu nəzərə çatdırım, təxmini 25-28 kvadrat olar. Yəni təxmini üçün nəzərə çatdırıram. Pərdələr asılıb, burada kondisionerimiz də var, qoyulub, gözəl. Bu hissədə TV stendimiz yığılıb, görürsünüz. Sağ və sol hissələr, eyni zamanda aşağı hissəsi də şkafdır, membrandır, onu nəzərə çatdırım. Mərkəzdə böyük lüstrumuz var. Eyni zamanda gizli işıq spotlarda hamısı hazırdır, hamısı yerləşdirilib. Dediyim kimi otağın ölçüsü genişdir. Bu hissədə mebel dəstinizi tam rahat yerləşdirə bilərsiniz. Buradan keçək, mən sizə göstərim qonaq otağın yanında yerləşən mənzilin mətbəxini. Gözəl, geniş mətbəximiz var. İlk öncə onu dedim ki, girişdə olan üstü döşəmə burada da davam etdirilib, döşəməsi qranitdir və burada kondisionerimiz də var. Eyni zamanda yeni, gözəl mətbəx mebelimiz yığılıb, rənglər də çox gözəl seçilib, onu nəzərə çatdırım, yəni göz yormayan rənglərdir. Soyuducun yeri görürsünüz, burada nəzərə alınıb, üstü mərmərdir, qaz peçi aspirator qoyulub, hazırdır. Nəzərə çatdırım ki, mənzilin dəniz istiqamətdə gözəl panoraması var, gəlin eyvanı da göstərim. Geniş eyvanı var, bura həm yataq otağından, həm də mətbəxdən də çıxış var və bu da mənzildən olan dəniz istiqamətində gözəl panorama. Dediyim kimi stil sistemi kombidir, radiatorlarda hamısı qoyulub, hazırda aparatda quraşdırılıb. Keçək, mən sizə göstərim. Girişdə burada sağda yerləşən mənzilin sanitar qovşaqları. İçərisi çox genişdir, onu nəzərə çatdırım. Hər bir şey hazırda, bütün aksesuarlar quraşdırılıb, duş kabinimiz yığılıb. Dediyim kimi içərisi də çox genişdir. Qızıl rəngli aksesuarlardan istifadə olub, ümumilikdə oydadırımız da quraşdırılır. Burada isə yerləşir mənzilin kiçik sanitar qovşağı. Bunu da ümumi olaraq göstərim, yəni təşkara yol verməmək üçün ümumi olaraq göstərim. Yəni hər bir şey tam hazır vəziyyətdədir. Keçək, mən sizə göstərim mənzili yataq otaqlarını. Buradan daxil oluruq. Belə deyim, birinci yataq otağına bayaq qeyd etdim, buradan bayaq göstərdiyim eyvana da çıxış var və yataq otağının ölçüsü yaxşıdır, təxmini 22-23 kvadrat olar, yəni genişdir, yataq dəstinizi tam rahat yerləşdirə bilərsiniz. 2 pəncərəsi var, mərkəzdə lüstr, spotlar, hər bir şey var. Burada deməli make-upımız maraqlı tərzdə güzgü yerləşdirilib, gizli işıqla. Bu hissədə şkaf yığılıb, divarçı, yəni bunu da içərisini göstərin. Yəni qardırop hissə buradadır. Buraya yaxşı şkaf yığıla bilərsiniz istəyə uyğun. Buradan keçirik mənzilin ikinci yataq otağına. Yəni otaqların hər biri təmir eynidir, sadəcə müəyyən məsəl üçün divar kağızlarının rənglərində fərqlər var. Bir də yerləşmədə burada deməli taxtın yeri göstərir. Burada nəzərə alınıb, işıqlar yerləşdirilib. Əks tərəfdə isə TV, internet çıxış burada nəzərə alınıb. Tavan hissəsində ümumi olaraq göstərim. Keçək, mən sizə göstərim. Üçüncü yataq otağına, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Burası dediyim kimi mənzilin üçüncü yataq otağıdır. Nəzərə çatdırım ki, yer çəkən, yəni skvaznoy mənzildir. Həm dəniz istiqamətində, həm də həyət istiqamətində baxır. Burada isə yerləşmə belədir. Taxtın yerini görürsünüz. Burada nəzərə alınıb, yenə işıqlar, hər bir şey tam hazır vəziyyətdədir. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatdan bir daha nəzərə çatdırım. Yerləşir Xətai rayonu Gəncə prospektində Həzafon metrosuna yaxın yerdir.
Yeni tikilib kompleksdə yeni təmirli və təmirdən sonra yaşayış olmamış geniş 4 otaqlı mənzildir. Ölçüsü 140 kvadratdır, yerləşir 3-cü mərtəbədə, sənədləri qaydasındadır, çıxarışı, yəni kupçası da var. Nəzərdə saxlayın ki, kompleksin qapalı, mühafizə olan həyəti, yeraltı avtodayanacağı, uşaqlar üçün meydança, yəni hər bir şərait mövcuddur bu kompleksdə, yəni tanıyanlar bilir necə kompleksdir və mənzilin start olaraq qiyməti 355 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.